Əməkdar artist Bəsti Sevdiyeva uzun müddət ağır xəstəliklə mübarizə apardığını açıqlayıb. Bir gün proqramında qonaq olan müğənni 10 ildir müalicə aldığını və xəstəliyə qalib gəldiyini bildirib. Çox ağır xəstə idim. Türkiyədə və Bakıda müalicələr aldım. Bunu ictimailəşdirmədim. Xəstəliyə qalib gəldim. Mənim yerimdə kim olsaydı bu ağır xəstəliyi ictimailəşdirərdi. Həyat yoldaşım dedi ki, lazım deyil, hər şeyi özümüz eləyəcəyik. Qalib gəlməyə də bilərdim. Mən kiməm ki? Allah etdi. Qeyd eləyək ki, Bəsti Sevdiyeva bir müddət əvvəl həyat yoldaşını itirib. Əməkdar artist Dilarə Əliyevanın qızı Banu emosional çıxışı ilə diqqət mərkəzinə düşüb. O, anasının aparıcılıq etdiyi söhbət var verilişində Gülcan Hüseynoğlunun gənc ananın etirafı monoloqunu səsləndirib. Onun vəsiyyət etmişəm, məni atamın qəbrində bastırsınlar cümləsi sosial mediada şəxsi istəyi kimi müzakirələrə səbəb olub. Banunun səsləndirdiyi monoloq studiyada duyğusal anlar yaşadıb və bir çoxlarını kövrəldib. Qeyd eləyək ki, Dilarə Əliyevanın əri Oqtay Əliyev 22 mart 2023-cü ildə yol qəzasında dünyasını dəyişib.